Deməli belə, yoldaşlar, sınaq altı, biosfer, coğrafi, təbəqə mövzusu. Gəlin nəzər yetirək, birinci sual. Sualda deyir ki, yağıntıların orta illik miqdarı 1000 mm, buxarlanma qabiliyyəti isə 900 mm olan ərazi üçün səciyyəvi olan təbii zona və torpaq tipi. Siz burada görürsünüz ki, biz mini, yəni belə deyək, 900-ə böləndə əmsal vahiddən nə edəcək? Böyük eləyəcək, düzdür? Rütubətlənmə əmsalı vahiddən böyükdürsə, bu ərazilər üçün biz deyə bilərik ki, formalaşa bilər. Qarışıq verni yarpaqlı meşə zonası, torpaqları isə qonur və qəhvəyi torpaqlar. Deyəcək əsasımız mən niyə meşə götürdünüz? Çünki əmsal vahiddən böyük olanda nə landşaftı yaranırdı? Daha çox meşə landşaftı formalaşırdı. A bəndi. Çöl yarpaqlar meşə və yaşıl meşə və kolluqlarda rütubətlənmə əmsalı 0,8 ilə 1 arasında olur. Neçə arasında olur? 0,8 ilə 1. Savanna seyrək meşələrdə qırmızı qonur torpaqlarda qonur və boz qonur ümumiyyətlə səhvdir. Savannaların özündə də yenə 0,8 ilə 1 arasında olmalıdır əmsal. Çöl və meşə çöllərdə əsasən olmalıdır 0,3 ilə 0,6 arasında. Yoldaşlar, dəyişən rütubətli musson meşələrində isə torpaq tipi səhv verib. Qırmızı qonur yox, qırmızı və ayrılıqda sarı torpaqlar olmalıdır. Yaxşı, ona görə də bu testi bu ardıcıllıqla rahat tapa bilərdiniz. Düzgün cavab nə oldu? A bəndi. İkinci suala baxırıq yoldaşlar. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Bozqonur torpaqlar və qara torpaqlar. Bozqonur torpaqlar əsasən əmsalın vahiddən kiçik olduğu səhra, yarım səhralar üçün. Qara torpaqlar isə çöl zonaları, əmsalın 0,3-0,6 arasında olduğu ərazilər üçün səciyyəvidir. Nisbətən yüksək coğrafi enliklərdə yayılıb. Yüksək coğrafi enlik nə deməkdir? Ekvatordan daha şimalda. Əlbəttə ki, bura qara torpaqlara aiddir. Hansı torpaqlar oldu? Qara, yəni 2 ənə getdi. 1. Sonra, rütubətlənmə əmsalının vahiddən kiçik olduğu ərazilərdə bu ortaq torpaqdır. İkisinə də aiddir. İkisində də əmsal vahiddən nədir? Kiçikdir. Ortaq cəhət oldu bu yoldaşlar. Gedəcək hara? 2-yə. Sonra, daha doğrusu 3-ə getdi 2. Əsasən enən hava axınlarının üstün olduğu enliklərdir. Enən hava bilirsiniz ki, enən hava yüksək təzyiq yaradır və burada əsasən səhra və yarım səhralar yaranır. Ona görə də o birinciyə aiddir 3. Həm keçid, həm də əsas iqlim qurşaqlarını yayılmışdır. Uşaqlar, keçid və əsas iqlim qurşaqlarında hər ikisi var, bildiyiniz kimi 4. Məsələn, nümunə olaraq desəm, əsaslarda səhralarda var, keçidlərdə də kontinental bölgələrdə var bozqonur. Çöl zonası isə həm subtropik, həm də mülayimlərdə var. Ondan sonra gəlir yoldaşlar, verilənlərdən Rusiyanın cənubunda geniş yayılmışdır. Rusiyanın cənubunda geniş yayılan əsasən qara torpaqlardır. Aydın oldu mu? Gedəcək yoldaşlar bu ifadə deməli ikinciyə 5 və son olaraq əsasən suvarma şəraitində əkinçi inkişafı, əsasən suvarma şəraitində bozqonur. Amma bu o demək deyil ki, qara torpaqlarda suvarma yoxdur. Orada suvarma bitkinin xüsusiyyətindən asılıdır. Aydın oldu. Cavabımız oldu gözəl yoldaşlar. Nə variantı? A variantı. Növbət test tapşırığına nəzər yetirək. Rütubətlənmə əmsalı 0,5, təbii zona səhra olması mümkün deyil. Səhrada əmsal 0,1-dən kiçik olurdu. Aydın oldu. Ona görə də birinci ifadə nədir yoldaşlar? Səhvdir. 0,4-lü çöl olması ehtimalı var, amma çöldə qəhvəyi torpaq ola bilməz. Qəhvəyi torpaqlar daha çox çöl yarpaqlı meşə kolluqlardadır. Sonra yoldaşlar, 1,2-də, bəli, əmsal vahiddən böyük olan meşə ola bilir, özdə qonur torpaq ola bilər, doğrudur. 0,6-da tundra olmaz, tundra və tundra qileyli torpaq tipi düz olsa da orada əmsal vahiddən böyük olmalıdır. Bu, yağıntının bolluğuna görə deyil, aydın oldu. Bu, havanın çox soyuq olmasına görədir. Və qaldı yoldaşlar 5 doğru ifadədir. Əmsal vahiddən böyük, tayqa, iynə yarpaqlı meşələr, torpaq, podzol torpaq. Cavabımız 3 və 5, variantımız nə variantı? C variantı. Tapşırıq aydınlı gözəl insanlar. Növbət sual. Biz deyirik gözəl yoldaşlar, 4-cü test tapşırığında bizə deyir ki, rütubət çatışmazlığı şəraitində. Uşaqlar, rütubət çatışmazlığı o deməkdir ki, əmsal vahiddən nədir? Kiçikdir. Şəraitin formalaşan torpaqlar. Qırmızı sarı ferrait olmaz, bu ekvatorial meşələrdədir. Qonur meşə olmaz, meşələrdə əmsal vahiddən böyüdür. Şaballı torpaqlarda olar 3, qara torpaqlar olar 4. Yoldaşlar, boz qonur olar 5. 3, 4, 5 doğru cavabımız D variantıdır. Aslında mən sual verə bilərsiniz ki, niyə tundra qileyini atdınız? Çünki dedim, qütblərdə çox soyuq hava şəraiti olduğu üçün buxarlanma qabiliyyəti nədir gözəl yoldaşlar? Azdır. Yaxşı mı? Ona görə də burada əmsal vahiddən böyükdür. Cavabımız 3, 4, 5 variantımız D variantı. Yaxşı. Gəlirik növbəti test tapşırığına. Xəritə sıxındakı rəqəmləri əsasən torpaq tiplərini müvafiq olaraq müəyyən edin. Gəlin baxaq 1-ə. Bir gördüyünüz kimi bura belə deyək də Karpentariya körfəzi sahili ərazilərdir. Yəni Arnhem Çeypok yarımadası arası. Bura subekvatorial qurşaq olduğu üçün burada əsasən yayılacaq qırmızı qonur torpaqlar C. İkinci bölgə gözəl yoldaşlar, qütb ətrafı ərazilər olduğu üçün subarktik qurşaqlarda yerləşdiyi üçün bura tundra qileyli olacaq. Olacaq nə? D. Sonra, üçüncü ərazi yoldaşlar, biz belə deyək də prairie zonaları, böyük düzənliklərdə olduğu üçün biz burada deyəcəyik qara torpaqlar A və dördüncü zona Pireneya yarımadası subtropik aralıq dənizi olduğu üçün zodiapaqlı meşə kolluqlarda deyəcəyik qəhvəyi torpaqlar B. Doğru ardıcıllıq C, D, A, B oldu. C, D, A, B. Düzgün cavabımız 5-də C variantı. Tapşırıq aydındır uşaqlar. 6-cı suala baxırıq.
Bizə işarələnmiş bölgələr Ceyrançol alçaq dağlığı, bizə işarələnmiş bölgələr aşağı belə deyək də Arazboyu düzənliklər, Hərami düzü istiqaməti və bir də orta Arazboyu dediyimiz Şərur Ordubad düzənliklərdir. Düzdür yoldaşlar? İndi baxaq. Deyir ki, iştiqlənmiş ərazilərdə yayılan torpaqlar üçün ümumi əlamət. Əkinçilikdə dəmiyə qəti şəkildə ola bilməz. Burada yarımsərə quruçol olduğu üçün rütubət çatışmazlığı var və irriqasiya aparılır. Ceyrançolda ümumiyyətlə bedlentdir, istifadə olunmur. Humus qatı ilə zəngin söhbəti yanlışdır. Çünki biz dedik ki, bu torpaqlarda rütubət çatışmadığı üçün biokütlə də zəifdir. Rütubət çatışmazlığı şəraitində yaranmışdır. Bəli, bu ifadə doğrudur. C variantı 6-cı test tapşırığında. Digərlərində həm dəmiyə, həm suvarma təbii ki, dəmiyə burada qəti şəkildə ola bilməz. Qurun suların təsirində bataqlıqlaşmışdır yoldaşlar. Bu bataqlıqlaşma söhbəti əsas etibarlı Kür-Araz balığının torpaqlarına aiddir. Aydın oldu? Cavabımız nə oldu bala? C. Növbəti test tapşırığı da yenə müəyyən qədər sadə test tapşırığıdır. Gəlin nəzər yetirək. Birinci bölgə gördüyünüz kimi Himalay dağlarının cənub yamaclarıdır. Amma və bu bölgə Hindistanla Pakistanın nə idi? Sərhəddir. Yadınız gəlirsə bu yerdə tropik quşaq tam zolamələ gətirmirdi və kəsilirdi. O səhranın adı nə idi yoldaşlar? Tar səhrası. Bəli, bu zonada səhra və yarım səhralar yayılıb. Yoldaşlar, ikinci məntəqə gördüyünüz kimi qütbə yaxındır. Mülayim enliklərdə, əsasən Qərbi Sibir və Orta Sibir yaylaları üzərində yerləşən nə ovalığı hesab olunacaq bu? Təbii ki, Orta Sibir və Qərbi Sibir ovalıqları ətrafında iğni yarpaqlı meşələr, yəni C. 4-ün olduğu yerdə gözəl yoldaşlar, siz görürsünüz ki, şimalda Orinoco və Giviana yaylalarının olduğu ərazidir. Şimal subekvatorial. Burada olacaq əsasən 4-də savanna seyrək meşələr B. 3-də isə yoldaşlar, 3-də əsasən yayılacaq enli yarpaqlı meşələr böyük göllərin cənubunda, enli yarpaqlı meşələr A. Deməli, cavab belə oldu. 1D, 2C, 3A, bəli, 4B. Doğru cavabımız nə variant oldu? 7-də B bəndi. Tapşırıq aydındır yoldaşlar. Sonra, uyğunluğu müəyyən edin. Milli park və ya qoruq, yerləşdiyi təbii vilayət, iqlim tipi. İndi bunu biz burada elə Zaqataladan biləcəyik. Zaqatala dövlət qoruğu bildiyiniz kimi yerləşir Balakan və Zaqatala rayonları ərazisində və Böyük Qafqazda 3 və ora üçün səciyyəvidir. Verilənlərdən təbii ki, deməli, bütün fəsillərdə bol rütubətli nə? Soyuq iqlim, yəni C variantı. Çünki Böyük Qafqazda düzdür, bu Zaqatalada yağıntıları bərabər paylanan mülayim isti də ola bilərdi. Onda digər cavablara variant qalmadığı üçün biz deyirik ki, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim, ancaq Böyük Qafqazın cənub yamacıdır deyə Zaqatala lahızı onu götürdük. Başa düşdünüz? Yəni, ora həm də B-ni götürə bilərdiniz. Fikrimi çatdıra bildim. 2-yə baxırıq. Hirkan Milli Parkı bildiyiniz kimi Lənkəran və Astara inzibati rayonları ərazisindədir. Bu milli parkımız yerləşir Lənkəran vilayəti 1 və ora götürəcəyik. Yağıntıları bərabər paylanan mülayim isti. Ona görə başa düşdünüz, indi niyə görə B-ni 2-yə götürdük. Və Türyançay dövlət qoruğumuz yoldaşlar bildiyiniz kimi Yevlax Ağdaş, Qəbələ və Ucar rayonları, belə deyim, Göyçay rayonları ərazisində yerləşirdi və burada biz deyirik Kürdə Araz süəkliydi 2 və yayılıb qışı mülayim keçən yarımsərə quruçol A bəndi. Deməli 1-ə 3C, 2-yə 1B, 3-ə 2A. Cavab nə variantı? Y variantı. Bəli, 8-ci sualda cavab Y oldu. 9-a biz bir yerdə diqqət eləyək. Miqyas verib 1/2 milyon. Miqyaslı xəritədə Bakı şəhəri və ondan 90 azimutla yerləşən A məntəqəsi arasındakı məsafə 42,7 santimetrdir. Əvvəl gəlin, biz bu məsafəni təyin edək. Olar. Yoldaşlar 5-0 sildik. Neçə kilometr qaldı? 20 kilometr. 42,7-ni vuracaq neçəyə? 20 kilometrə. Nə qədər elədi? 854 kilometr. Bəli, tələsməyin. Tapdıq 854 kilometri. Yoldaşlar, siz bilirsiniz ki, Bakı şəhəri yerləşir 40-cı şimal enliyi, neçənci meridianda, 50-ci şəhər uzunluğunda, düzdürmü? Bizə deyir ki, neçə dərəcə azimutda? 90 dərəcə. Yəni, harada? Şərqdə. Şərqə doğru nə qədər getdi deyir? 854 kilometr. 854-ü biz bu böləcəyik neçəyə? 85,4-də 40-cı paraleldə. 85,4-də böləndə cavab neçə eləyir? 10 dərəcə. Bakıdan 10 dərəcə şərqə gedəndə 50 plus 10 neçə elədi? 60 şərq uzunluğu. Deməli, məntəqəmiz 40 şimal enliyi 60 şərq uzunluğudur. Bunu bura qeyd elədik. 40 şimal enliyi 60 nə uzunluğu? Şərq uzunluğu. Bu məntəqə üçün səciyyəvi əlamətləri müəyyən elə. 5-ci saat qurşağında yerləşir. Yoldaşlar 60 şərq uzunluğunun 5-ci saat qurşağında yerləşməsi doğru ifadə deyil. 60/15 neçə elədi? 4-cü saat qurşağı. Ona görə bir yanlışdır. Səhra landşaftına malikdirlər. Bəli, Mərkəzi Asiyada səhra landşaftıdır. Xəzərin belə deyilir, şərqində. Əkinçilik suvarma şəraitində aparılır. 3 doğrudur. Qara torpaq yayılmışdır ifadəsi doğru deyil. Səhralarda əsasən nə torpaqları idi? Bozqonur torpaqları idi. Sıx çay şəbəkəsi əlbəttə ki, doğru deyil. 4-cü saat qurşağında yerləşir ifadəsi doğrudur. Çünki 60-15-i biləndə 4 dəfə edir və qalıq qalmır. 2-3-6 cavabımız nə variant oldu? A variantı oldu 9-cu sualda. Test tapşırığı yəqin ki, aydındır.
10-cu suala nəzər yetiririk. 10-cu sualda ifadə belədir. Deyir ki, struktur torpaqlar üçün struktur torpaqlara aid əlamətləri müəyyən edin. Yoldaşlar, torpaqlar gilli olur. Əlbəttə ki, səhvdir. Gilli torpaqlar su keçirmədiyi üçün, hava keçirmədiyi üçün struktursuzdur. Səhvdir. Dənəvari, yəni məsaməli olur. Bu doğrudur. 2. İfrat rütubətlənmə şəraiti səhvdir. Hava və su imkanları əlverişlidir. Doğrudur. 2-4. Tərkibli humusun miqdarı çoxdur. Doğrudur. 2-4-5. Doğru cavabımız nə oldu yoldaşlar? D variantı 10-cu sualda. Burada arid iqlim şəraitinə geniş yayılmışdır. Yoldaşlar, arid iqlimdə yox, nisbətən normal rütubətlənmə şəraitini inkişaf edir. Yanlış sıraları müəyyən edin. Yoldaşlar, zonal amillər əsasən ekvatordan qütbə üfüqi istiqamətdə, azonal amillər isə əsasən dağın ətəyindən zirvəsinə şaquli istiqamətdə formalaşır. Zonal deməli nə oldu? Üfüqi istiqamətdə. Yoldaşlar, azonal nə oldu? Şaquli istiqamətdə. İndi gəlin baxaq. Torpaq zonal amildir. Bu ifadə doğrudur. Ona görə də götürmürük. Bizə yanlışlar lazımdır. Bitki zonaldır. Bu da doğrudur. Götürmürük yoldaşlar. Deməli, biz 1 ilə 2-ni atdıq, düzdür? 1 ilə 2-ni atanda avtomatik olaraq Y getdi, B getdi. Davam edirik. Relyef, bəli. Relyef bildiyiniz kimi azonal amildir. Ona görə də 3-ü də biz nə edirik? Atırıq. Bəli. Avtomatik olaraq 3-lər də gedəndə C də getdi. Ya A qaldı, ya nə qaldı? D qaldı. Və davam edirik. Yoldaşlar. Yeraltı sular. Bəli. Yeraltı sularda azonallıq yaradır. Bilirsiniz, düzən çəmən meşə. Ona görə də bu da getdi. Qaldı əlimizdə səth suxurları. Yoldaşlar, səth suxurları azonal amil yazıb, səth suları üzr istəyirəm. Azonal amil deyil, bunlar zonal amildir. Suxurlar isə özü azonal amildir. Amma harada yazıb? Zonallarda yazıb. Deməli, yanlışlar nə oldu? 5 və 6 variantımız nə oldu? D variantı. Yaxşı mı? 12. 12-də bizə deyir ki, Azərbaycanda hansı torpaqlar ifrat rütubətlənmə şəraitində yaransalar da əkinçilikdə istifadə edilmir. Yoldaşlar, bu bizdə ümumiyyətlə dünyada olduğu kimi, necə ki biz qütblərdə deyirik, əmsal vahiddən böyükdür, amma daimi donuşluqdur. Buxarlanma qabiliyyəti çox azdır. Azərbaycanda da yüksək dağlıq ərazilərdə formalaşmış torpaqlarda əmsal vahiddən böyük olsa da, amma orada temperaturun çox aşağı olması əkinçiliyin inkişafına imkan vermir. Bu da bizdə yüksək dağlıqlara 2000-2600 arası subalpa, 2600-3000 arası alpa düşür. Torpaqları çimli, yumşaq çimli və ibtidai torpaqlar hesab olunur və torful dağ çəmən olur. Cavabımız nə variantı oldu yoldaşlar? Y variantı. Aydınlı mı test tapşırığı? Nə bəndi oldu yoldaşlar? Y bəndi. Növbəti sual. Deməli, sualda bizə deyir ki, 13-də. Coğrafi təbəqənin inkişafının biogen mərhələsi üçün səciyyəvidir. Biogen mərhələsi haqqında sizlər bilirsiniz ki, biz qeyd elədik ki, arxev və proterozoy eraları biogenə qədərki mərhələdir. Paleozoy ondan əvvəli Kembridən başlayaraq və Kainozoy əvvəlində antropogen dövrə qədər olan proseslər var idi. Hansı ki, Kembri, Ordovik, Silur, Devon, daş kömür, Perm, Trias, Yura, Təbaşir, Paleogen, Neogen. Bura qədər olan hadisələrin hamısı nə mərhələsidir? Biogen. Amma antropogen dövrdən sonraki mərhələ isə nə adlandı? Müasir mərhələ. İndi biogen mərhələsi üçün səciyyəvidir deyir. Sizlər bilirsiniz ki, canlılar yerin bütün təbəqələrində yayılmışdır. Bəli, bu ifadə doğrudur. 1. Bu mərhələdə ağıllı insan Homo sapiens meydana gəlmişdir. İnsan səhvdir, müasir dövrdür. Bitki örtüyünün inkişafı atmosferin qaz tərkibinin dəyişməsinə səbəb olmuşdur. Bəli, fotosintez prosesi karbonun azalıb oksigen artmasına səbəb olub. 3 düzdür. Ən qədim platformalar yaranmışdır. Yoldaşlar, ən qədim platformalar biogenə qədərki dövrdə yaranıb. Bu mərhələ arxev proterozoy eralarını əhatə eləməz. Bu biogenə qədərki dövrdür. Bu mərhələ Farnezoyunu əhatə edir, doğrudur. Cavabımız 1-3-6 variantımız Y variantı 13-cü sualda. 14-də biz nəzər yetiririk yoldaşlar. Sualda bizə deyir ki, xəritə sıxımda verilmiş AB məntəqələrinin yerləşdiyi ərazilər üçün ümumi əlamət. A məntəqəsi yerləşir Hindistanda, bildiyiniz kimi Dekan yaylasında. B məntəqəsi yerləşir Braziliyada, Braziliya yaylasında. Hansı yaylada? Braziliya yaylasında. Biri şimal subekvatorialdır, biri cənub subekvatorialdır. Ərazilər üçün ümumi əlamətlər deyəndə aqroiqlim imkanları məhduddur, səhvdir, əksinə əlverişlidir. İl boyu bol yağıntı düşür, səhvdir, əksinə yayda bol yağıntı düşür. Platform üzərində yerləşirlər, bəli, doğrudur, 3. Savanna seyrək meşələr yayılıb, doğrudur, 4. Boz qonur ola bilməz. Yay ayları rütubətli keçir, doğrudur. Cavabımız 3, 4, 6, A yox. A-da 2 var. Cavab 3, 4, 6, C variantı. Aydın oldu yoldaşlar 14-cü sualda. 15-ə baxırıq. Uyğunluq pozulmuşdur, deyir. Bizə iqlim qurşağı, təbii zona və torpağı verib. Ekvatorialda yazıb ki, rütubətli ekvatorial meşələr qırmızı ferralit. Qırmızı ferralit torpaqlar bildiyiniz kimi gözəl yoldaşlar, ekvatorial iqlim qurşağında var. Qırmızı, sarı, ferralit. Deməli, birdə hər şey qaydasındadır. Getdi. Mülayimdə iynəyarpaqlı tayqa meşələrində qonur torpaq səhvdir. Bildiyiniz kimi orada olurdu podzol torpaqlar. 2-ni götürdük. Subtropik səhra yarım səhraları şabalıdı səhvdir. Şabalıdı torpaqlar əsasən çöl meşə çöllərdə olurdu. 2-3.
Sonra subtropik codyarpaqlı meşələrdə qəhvəyi torpaq doğrudur. Subarktikdə tayqa ola bilməz. Tayqa bildiyiniz kimi iynəyarpaqlı meşələrdir və mülayimdədir. Cavab oldu 2, 3, 5. Variantımız C variantı. Subekvatorial savannalarda bəli, qırmızı qonur torpaqlar bu ifadə doğrudur. Deməli, bizə doğruları seçsəydi 1, 4, 6, səhvləri soruşduğu üçün, pozulanları soruşduğu üçün 2, 3, 5. Tapşırıq aydındanmı ya? 16. Xəritə sxemdə yüksəklik qurşaqlarının aydın müşahidə. Yüksəklik qurşaqları biz qeyd elədik, şaquli zonallıq olduğu üçün dağlıq ərazilərdədir. Necə ərazilərdədir? Dağlıq. Dağlıq əraziləri seçmək lazımdır. Mən burada yoldaşlar 1-i götürə bilmərəm. Böyük su ayrıcı dağlara yox, əsasən düşür böyük arteziyan hövzəsi, yəni mərkəzi ovalıqlara getdi. Sonra mən burada gözəl yoldaşlar seçə bilmərəm təbii ki 4-ü, çünki bura Braziliya və Amazon ovalığının sərhəddidir. Seçə bilmərəm 6-nı, çünki bura mərkəzi düzənliklərdir. Ona görə də cavabımız qalır yoldaşlar 2 Ant dağları, 3 əlbəttə ki Himalay dağları və onun şimal hissəsi Konlun Tibet bölgəsi və 5 Qafqaz dağları. 2, 3, 5 variantına düzgün uyğun gələn variant Y variantı hesab edilir. Növbəti suala nəzər yetiririk. Sual belədir. Sualda bizə deyir ki, Kiçik Asiya, Labrador və Hindçin bu yarımadalar üçün təbii ki biz təbii zonaları seçməliyik. Yarımadalarla bağlı uyğunluğu müəyyən edindir. Kiçik Asiya yarımadası Türkiyədir və burada subtropik Aralıq dənizi iqlim tipi olduğu üçün codyarpaqlı meşə və kolluqlar yayılıb. Labrador qütb ətrafı ərazi olduğu üçün burada daha çox subarktik qurşağın tundra və meşə tundrası yayılıb. Və Hindçin yarımadasında isə yoldaşlar subekvatorial olduğu üçün savanna və seyrək meşələr yayılıb. C, A, B variantı uyğun gələn cavabımız D variantı hesab olundu 17-ci sualda. 18-ə baxırıq. Azərbaycanın bitki örtüyünə aid olan xüsusiyyətləri müəyyən edin. Yoldaşlar bizə deyir ki, əksər ərazilərdə endemik və relik bitki növləri yayılmışdır. Xeyr, endemik və relik bitkiləri konkret olaraq əraziləri var. Talış dağları və Ceyrançöl Aznahır. Aydın oldu yoldaşlar. Endemiklik sadəcə endemiklik. Naxçıvan ərazisi, reliklik isə Böyük Qafqazın cənub yamacında qeydə alınır. Ona görə də bu ifadə yanlışdır. 1 getdi yoldaşlar. 2-yə baxırıq. Bitki örtüyü hündürlük qurşaqlarına uyğun paylanmışdır. Bəli, Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan dağlıq hissələri. 2 düzdür. Samur dəvəsi düzənliyi ardız ağacları yayılmışdır. Sizlər bilirsiniz ki, ardız və saqqız ağacları əsasən yayılıb Türyansay Dövlət Qoruğu, Sultanbud meşəsi və Qanıq Əyrisayın qovuşduğu zona. Ona görə də 3 nədir yoldaşlar? Yanlışdır. Meşələrdə palıd, fıstıq, vələs kimi enliyarpaqlı ağacı üstünlük təşkil edir. Azərbaycan meşələrinin 85% bu ağaclardır. Düzdür. Tuğay meşələrində ağyarpaq, qovaq, söyüd və qarağac. Bəli, ağyarpaq, qovaq, uzunsaplaq palıd, söyüd, qarağac və qızılağac. Bir də təkrarlayıb. Ağyarpaq, qovaq, uzunsaplaq palıd, söyüd, qarağac və qızılağac Tuğay meşələrinin əsas bitkiləridir. Cavab 2, 4, 5 variantımız D bəndidir. 6-da problem nədir? Naxçıvanda subalp alp çəmənliklərinin aşağı sərhədi 500-600 metr yüksəklikdən keçir. Təbii ki, bu ifadə yanlışdır. Aydın oldu. Ona görə də cavabımız nə oldu? Əlbəttə ki, D bəndi. 19-a baxırıq. 19-da gözəl yoldaşlar, codyarpaqlı meşə və kolluqlar sizlər bilirsiniz, hansı iqlim qurşağına düşür? Ancaq və ancaq subtropikə. Və yoldaşlar, subtropikdə codyarpaqlı meşə və kolluqların konkret torpağı var. Adı nə idi? Qəhvəyi. İtaliyada. İndi baxın, bozqonur torpaqlar daha çox hara uyğun gələcək? Əlbəttə ki, səhra və yarım səhralara. Səhra və nəyə? Yarım səhra. Və yoldaşlar, bozqonur torpaqları da harada olacaq? Türkmənistan, Özbəkistan yaza bilərsiniz, bəli. Olacaq Türkmənistan, Qaraqum səhrası. Doğru cavabımız oldu verilənlərdən D variantı. Bəli, 19-da cavab D. 20-yə baxırıq. Yoldaşlar, 20-yə baxan kimi bunun cənub yarımkürəsi olduğu bilinir. Temperaturun təxminən 25 Selsi ilə 12-13 Selsi arası tərəddüd elədiyini, cənubun qış ayları var da, bilirsiniz. İyun, avqust cənubun nə idi? Qışın yağıntılı, yayı isə nətər keçib? Quraq keçib. Bura cənubda subtropik iqlim qurşağının yoldaşlar, subtropik iqlim qurşağı Aralıq dənizi iqlim tipinə uyğun gəlir. Hansı iqlim tipi? Aralıq dənizi. Burada Çilinin Santiago, Cənubi Afrika Respublikasının Cape Town, Avstraliyanın Perth şəhərinin olduğu yerlər xüsusi olaraq səciyyələnir. Yəni cənub subtropikdə cənub-qərb hissələr. Hansı hissələr? Cənub-qərb hissələr. Subtropik Aralıq dənizi iqlim tipində bizə deyir ki, aid olduğu ərazinin səciyyəvi əlamətlər. Codyarpaqlı yaşıl meşə kolluqlar yayılıb birinci ifadə doğrudur yoldaşlar. Sonra il ərzində buxarlanma qabiliyyəti ilə buxarlanma fərq az olur? Xeyr. İl ərzində fərq az olmur. Yayda fərq nə olur? Çox olur. Getdi. İyul-avqust ayları, yəni iyun-avqust ayları mülayim hava kütləsinin təsirinə məruz qalır. Bəli, bu ifadə doğrudur. Mülayim gəlir ki, gördüyünüz kimi orada qışdır və orada yağıntı var. 1-3. Yağıntılar əsas hissəsi yayda yox, nə vaxt düşdü? Cənubun qışında, bəli, getdi. Qış gün dönümü günü günəş şüaları daha böyük uzaqlaşır. Bəli, qış gün dönümü günü bilirsiniz ki, günəş cənubda olur və günəşin düşmə uzağı böyüdür. Hardan bilirsiniz? Dekabr ayında fikir verin, temperatur daha istidir. Aydın oldu yoldaşlar. Deməli, cavablar 1-3-5 variant nə variantı? A. Qırmızı sarı ferralit torpaq ola bilməz. Burada yayılan torpağın adı ferralitdir. Nədir yoldaşlar? Ferralit. 21-ə baxırıq.
21-ci test tapşırığında deyir ki, xəritə sıxım əsasən antropogen landşaftların üstün olduğu ərazilər müəyyən. Uşaqlar, antropogen landşaftı kim yaradırdı? Əlbəttə ki, insan yaradırdı. Bu da o deməkdir ki, əhalinin sıx məskunlaşdığı ərazilər seçilməlidir. Əhali sıx məskunlaşılıb əlbəttə ki, Çinin şərqində 2-də, Pakistan ərazisində 3-də və bir də gözəl yoldaşlar, sıx məskunlaşılıb əlbəttə ki, şərqi Avropada, yəni Rusiyanın Avropa hissəsində 2, 3 və 5. İndi 4 bilirsiniz ki, qütb ətrafıdır, orada daimi donuşluq var, olmaz. 6 Monqolistan kəskin kontinentaldır, olmaz. 1 tropik səhra, quraqlıqdır, olmaz. Cavabımız oldu yoldaşlar 2, 3, 5 variantımız A variantı 21-ci sualda. 22-ci test tapşırığına bir yerdə nəzər yetirək. Bizə sualda deyir ki, Böyük Qafqaz dağlarında 2000 metrdən yüksək ərazilərdə yayılmış landşaft və torpaqlar. Uşaqlar, landşaftın adı dağ-çəmən landşaftlarıdır və oranın torpaqları subalp və alp çəmənlikləridir. Orada da torpaqlar da torflu və çimli dağ-çəməndir. Cavabımız elə nə variantı oldu? A variantı hesab olundu. 2000-dən 2600-ə qədər hündür boylu otlardan subalpdır. 2600-3000 arası alçaq boylu otlardan nədir? Alpdır. Yaxşı. 23 açıq sual yoldaşlar bizə deyir ki, deməli, bioloji ehtiyatları mineral ehtiyatlardan fərqləndirən əlamətlər. Uşaqlar, bioloji ehtiyatlar tükənən və bərpa olunanlardır. Yəni sudur, havadır, torpaqdır, bitki örtüyüdür. Amma minerallar tükənir və bərpa olunmur. Deməli, bir fərqləndirici cəhətdir. Daha qədim geoloji mərhələdə yaranmışlar yoldaşlar. Bioloji ehtiyatlar daha qədim deyirlər. Çünki niyə? Bioloji ehtiyatlar biogen mərhələsində daha çox formalaşıbsa, amma mineral ehtiyatlar əsasən filiz faydalı qazıntılar, arxeik proteroziya, vulkanizm prosesi hesabına yaranmışdır. Aydın oldu. Ona görə də bu ifadə yanlışdır. Tükənməyən ehtiyatlardır ifadəsi də yanlışdır. O minerala aiddir. Biogen mərhələdə yaranıblar. Doğrudur 4 və 1-4. Yayılmaları zonallıq qanununa tabedir. Yoldaşlar, bəli, bunların yayılması zonallıq qanununa uyğunluğuna tabedir. 1-4-5. Yoldaşlar, sənayedə xammal kimi geniş sənayedə xammal olan daha çox mineral ehtiyatlardır. Hansı ehtiyatlardır? Mineral. 24. 24-də bizə deyir ki, yoldaşlar, xəritə sıxım əsasən biomüxtəlifliyi az olduğu əraziləri seç. Biomüxtəliflik az ola bilər müxtəlif səbəblərdən. Bu səbəblər hansılardır? Salam. Bu səbəblər hansılardır? Sizlər bilirsiniz ki, burada isti və quru iqlim, eyni zamanda soyuq və şaxtalı iqlim eyni anda biomüxtəlifliyin nə olmasına səbəb olur? Az olmasına. Yəni, həm tropik səhralar, həm də qütb ətrafı daimi donuşluq zonalarında biomüxtəliflik az olur. Bura uyğundur, əlbəttə ki, 2, yəni Avstraliyanın qərb hissəsi, 5, soyuq cəryanların təsiri altında olan, belə deyək, Namib səhrası, 1, 5, bir də yoldaşlar uyğun gələcək 4, qütb ətrafı ərazilər, 1, 4, 5. Amma biz demişdik ki, ekvator, daha da subekvatorial iqlim qurşaqlarında biomüxtəliflik, biosenozun kütlə payı çoxdur. Hər hektara 500 tona yaxın. Neçə tona yaxın? 500 tona yaxın. Yəni 2-də, 3-də və 6-da, yəni ekvatorial və subekvatorial qurşaqlarda biomüxtəliflik zəngindir. Fikrimi çatdıra bildim hamıya? 25. Xəritə sıxım əsasən yarım səhralar. Yoldaşlar, biz bura baxanda yarım səhralara daha çox uyğun gələn bölgə olacaq. Əlbəttə ki, verilənlərdən 1. Yəni hara? Şarur, Ordubad düzənliyi. Sual verə bilərsiniz ki, Asılmaz müəllim, niyə burada biz məsələn 2-ni götürmədik? 2 bilirsiniz ki, Böyük Qafqazın belə deyim, Samur Dəvəçon şimalına doğru şirin yeraltı sərhəddə çıxdığı üçün orada yarım səhra yox, düzən, çəmən, meşədir. 5-də eyni qaydada düzən, çəmən, meşə landşaftlarıdır. 6-da da eyni qaydada. 3 və 4 isə yüksək dağlıqlar olduğu üçün götürmədik. Sonra gəlirik yoldaşlar, dağ-çəmən landşaftı. Dağ-çəmən landşaftına biz götürəcəyik verilənlərdən əlbəttə ki, 3-ü, vulkanik nəyi? Yaylanı. Dağ-çəməndən sonra da dağ meşələrinə götürəcəyik Böyük Qafqazın orta dağlığı, yəni 4-ü. Cavab 1, 3 və 4. Sual, müəllim 2, 5, 6-dan var. 2, 5, 6-da intrazonal landşaft var. Bunun adı düzən, çəmən, meşə landşaftdır. Ona görə biz 2-ni, 6-nı və 5-i götürə bilməliyik. Cavabımız 1, 3, 4, 25-ci sualdır. 26-cı test tapşırığına diqqət edirik. Xəritə sıxımda verilmiş ərazilər üçün ümumi əlamətlər. Verilmiş ərazilər haradır? Gəlin baxaq. Dekan yaylası, bu əlbəttə ki, şimal subekvatorialdır. Şərqi Afrika yaylası cənub subekvatorialdır. Arnhem yoldaşlar cənub subekvatorialdır və Braziliya cənub subekvatorialdır. Sizlər bildiniz ki, bu bölgələrdə şimal və cənub subekvatorial olduğu üçün keçid iqlim qurşağıdır. Əlverişli aqroiqlim şəraiti qara şabalıda olmaz. Buralar çöl zonasına uyğun gəlir, getdi. Savanna seyrək meşələr zonası üstündür, 2 düzdür. İyun-iyul-avqust ayları daha çox yağıntı alır. Şimal iyun-iyul-avqust alırsa, cənub nə vaxt alır? Dekabr, yanvar, fevralda. Ona görə bu ifadə doğru deyil. İl ərzində yağıntıların paylanması kəskin fərq var. Bəli, fəsil olaraq yay ayları burada rütubətli, qış ayları nə olur? Quraq olur. 2-4-ü götürdük.
Qış mövsümündə tropik hava kütlənin bəli, hər ikisinin qışında, şimalda dekabr, yanvar, fevral, cənubda iyun, iyul, avqust nəyin tərsinə məruz qalır? Tropik hava kütlələrinin. Doğru cavabımız oldu verilənlərdən 2, 4 və 5. Yüksəklik qurşaqları səhvdir. Bunlar əsasən düzən alanlardır. Fikrimi çatdıra bildim. Növbəti test tapşırığına baxırıq. Ümumi uyğunluqdur. Bütövlülük, ritmiklik və zonallıq qanuna uyğunluğu bizə verib. Yoldaşlar, biosenoz bilirsiniz ki, biokütlə bir-birlə qarşılıqlı əlaqədar bitki, heyvan, mikroorqanizm cəmi olduğu üçün bu olacaq yoldaşlar. Bütövlülük qanuna uyğunluğu. Hansı qanuna uyğunluq? Bütövlülük. Birə nə getdi? A. Şərqi Avropa düzənliyinin müxtəlif torpaqların yayılması bu zonallıq qanuna uyğunluğudur. Ekvatordan qütbə üfüqi şəkildə. Yəni 3-ə nə gedəcək? B. 3-ə nə getdi yoldaşlar? B. Sonra qabarma çəkilmə hadisəsi bildiyiniz kimi ay və günəşin təsiri ilə baş verir və sutqa ərzində təkrarlanır. Bu ritmiklik prosesdir. Yəni olacaq 2-yə C. 2-yə C. Afrika materikində iqlim qurşaqlarının təkrar olunması. Təkrar olunma yoldaşlar bildiyiniz kimi bu əsasən olacaq Afrika materikinin iqlimin təkrarlanması. Həm ekvatordan qütbə bu yox. Yox, zonallıq qanuna uyğunluğudur üfüqi şəkildə. Yəni 3-ə nə gedəcək yoldaşlar? D. Və gəldi nəyə? Məhsul yığımı. Məhsul yığımı necədir? İllik prosesdir. Bir il belə deyəndə müəyyən dövrlərdə yığılır da təkrarlı olaraq. Olacaq ritmik proses. Yəni Y. Deməli cavab belə oldu. 1A, 2CY, 3BD. Aydınlı tapşırıq. Növbəti suala keçid edirik. Sualda bizə deyir ki, yoldaşlar, şimal yarımkürəsində bütün fəsillərin aydın müşahidə olunduğu A məntəqə, bütün fəsillər şimal yarımkürəsində 2 iqlim qurşağında qeydə alınır. Bir subtropik enliklər, bir də hansı enliklər uşaqlar? Mülayim enliklərdir. Bu mövzudan cümlədən aydınlaşır. A məntəqəsində yerləşdiyi coğrafi il boyu enən hava kütlələri hakimdir. Deyir ki, il boyu enən hava kütlələri hakimdir. Şimal materiklərində bu enlik boyunca temperatur və rütubət qərbdən şərqə doğru dəyişir. Hə. İl boyu deyir ki, burada enən hava hakimdir. Deməli, bu məntəqə ya subtropik ya da mülayimin hansı tipində olacaq? Kontinental tipində. İndi gəlin baxaq. Burada məsələ bundan ibarətdir ki, yoldaşlar, İl boyu eyni hava kütləsi. Üzr istəyirəm, enən oxudum mən bunu. İl boyu eyni hava kütləsi. Eyni hava kütləsi olanda, eyni hava kütləsi olanda əsası götürəcəyik. Əsas da hansıdır yoldaşlar? Mülayim. Mülayimdə hansı hava kütləsidir? Mülayim hava kütləsi. Subtropik öz hava kütləsi yoxdur. Subtropikə yayda nə gəlir? Tropik, qışda nə gəlir? Mülayim. Ona görə biz bunu seçə bilmərik. Deməli, bu coğrafi enliyə aid olan iqlim qurşağı adı olacaq birinci. Mülayim iqlim nəyi? Qurşağı. Uşaqlar, mülayim iqlim qurşağını bildik. İkinci, bu iqlim daxilində olan iqlim tipləri. Yadınızda yer qərbdən şərqə biz sıralamışdıq. Mülayim nə? Birinci, dəniz. Mülayim dənizin dalınca nə gəlirdi? Mülayim. Bəli, kontinental. Sonra yoldaşlar gəlirdi. Kontinentalın özü, yəni kəskin kontinental və sonda da nə gəlirdi? Musson. Tamamilə doğrudur. Yoldaşlar, deməli, bu coğrafi enliyə aid olan iqlim qurşaqlarında formalaşan təbii zonalar və torpaq müəyyən edib yazın. Bildiyiniz kimi birinci biz yiyəcəyik mülayim dənizdə əsasən yayılacaq. Birinci, mülayim dənizdə qarışıq meşə və pillus necə meşə? Enli yarpaq meşə. Torpaqları konkret olaraq bunların olacaq qonur meşə torpaqları və bir də qəhvəyi meşə torpaqları. Qonur və necə? Qəhvəyi. Bu birinci. İkinci, yoldaşlar, sizlər bilirsiniz ki, mülayim kontinentala doğru yayılan növbət təbii zona çöl və meşə nədir? Çöllər, çöl və meşə çöl. Bəli. Bunlarda əsas torpaq olacaq qara ya da vergül nə? Şabalıdı torpaq. Nətər torpaq? Şabalıdır. Sonra yoldaşlar, sizlər bilirsiniz ki, kəskin kontinentala gedəndə meşələr keçirdi. Hansı meşələrə? İynə yarpaqlı. İynə yarpaqlı meşələrlə bağlı biz ona demişdik, tayqa deyirlər ona. Nə deyirlər? Tayqa. Tayqaların torpağı konkret idi. Podzol torpaqlar. Hansı torpaqlar? Podzol. Sonra 4. Mərkəzi kontinental bölgələrdə var. Burada mülayimin səhra və nələri? Yarım səhraları. Bunlar daha çox əsasən Avrasiyaya uyğun gəlirdi. Məsələn, biz deyə bilərik Qızılqum, Qobi, Alaşan kimi səhralar. Torpaqları konkret boz torpaq və bir də bozqonur torpaqlar ola bilər. Boz-bozqonur. Və son olaraq biz deyəcəyik yoldaşlar, burada sahil boyu zonalarda dəyişən rütubətli musson nələri? Meşələri. Yoldaşlar, dəyişən rütubətli musson meşələrində torpaqları qırmızı, vergül nə olacaq? Sarı torpaqlar. Aydın oldu. Mülayim iqlim qurşağı təbii zonalar baxımından olduqca zəngindir. 30-a baxırıq. Bu coğrafi enliyə aid olan iqlim qurşağında formalaşan təbii zonalar geniş yayılan kənd təsərrüfatı sahələrini müəyyən edib yazın. Yoldaşlar, sizlər bilirsiniz ki, burada məsələn, çöl zonasında əsasən nə yayılmışdı? Taxıl, çılıq yayılmışdı. Sonra yoldaşlar, sizlər bilirsiniz ki, mülayim iqlim qurşağının yenə mülayim kontinental bölgələrində əsasən
şəkər nəyə yayılmışdı? Çuğunduru, şəkər çuğunduru. Çünki mülayimlərdə şəkər qamışı yetişə bilməzdi. Sonra yoldaşlar, burada bilirsiniz ki, vətəni Amerika qitəsi olsa da 2-ci Dünya müharibəsindən sonra daha çox inkişaf eləmişdi kartofçuluq. Nə yoldaşlar? Kartofçuluq. Burada biz bilirik ki, heyvandarlıqda daha çox intensiv sayılan südlük və ətlik nələr? Maldarlıqlar. Südlük. Bir də üstə gəlinsin nə? Ətlik maldarlıq. Ətlik nə yoldaşlar? Maldarlıq yayılıb. Maldarlıq. Və təbii ki, biz bir də bu ərazilər üçün deyə bilərik ki, mərkəzi səhra, yarım səhralar bölgələrində əsasən qoyunçuluq yayılıb. Nə yayılıb? Qoyunçuluq. Vəssalam. Bu da belə. Aydın oldu yoldaşlar.